Qəbələdə keçirilən görüşlər zamanı əsas diqqət çəkən məqamlardan biri Çexiya Baş nazirinin Azərbaycanın beynəlxalq mövqeyi ilə bağlı səsləndirdiyi fikirlər oldu. O, birgə bəyanatda Azərbaycanın çox nüfuzlu ölkə olduğunu vurğuladı. Bu mesaj təsadüfi deyil. Aprel ayı ərzində Latviya prezidenti Edgars Rinkeviç, Ukrayna prezidenti Vladimir Zelenski, Litvanın baş naziri Enriga Šmojete və Çexiyanın baş nazirinin Azərbaycana səfərləri ölkənin Şərqi Avropa ilə münasibətlərində yeni mərhələnin formalaşdığını göstərir. Bu səfərlər Bakının həm siyasi, həm də geoiqtisadi baxımdan artan əhəmiyyətinin göstəricisi kimi dəyərləndirilir. Bu iki ölkə arasındaki əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim çox fəal indi siyasi diyalogumuz var. Bir çox məsələlər ətrafında bugün həm regional, həm ikitərəfli, həm də qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var. Keçiriləcək biznes forumda həm yeni təmaslar qurulacaq, həm mövcud olan layihələrlə bağlı fikir mübadiləsi aparılacaq. Qəbələdə keçirilən Azərbaycan-Çexiya biznes forumu tərəflərin iqtisadi əlaqələrini genişləndirmə niyyətini bir daha ortaya qoyub. Forumda enerji, sənaye, investisiya və yeni texnologiyalar sahəsində əməkdaşlığın dərinləşdirilməsi müzakirə edilib. Bu kontekstdə Azərbaycan-Latviya biznes forumunda səsləndirilən fikirlər də diqqət çəkir. Hər iki platformada vurğulanıb ki, Azərbaycan artıq yalnız enerji ixracatçısı deyil, eyni zamanda regionda nəqliyyat logistika və investisiya mərkəzinə çevrilir. Bu isə Avropa ölkələrinin Azərbaycana marağını daha da artırır. Azərbaycan çox nüfuzlu ölkədir. Bugün keçirilən görüşlər və aparılan müzakirələr bunu bir daha təsdiqləyir. Biz enerji sahəsində əməkdaşlığı genişləndirmək və uzun müddətli tərəfdaşlıq qurmaq niyyətindəyik. Çexiya Azərbaycanla həm enerji, həm də digər iqtisadi sahələrdə əlaqələrin dərinləşməsində maraqlıdır. Analitiklərə görə artan səfərlər və intensiv siyasi dialoq Azərbaycanın Avropa ilə münasibətlərində yeni, daha praqmatik mərhələnin formalaşdığını göstərir. Enerji təhlükəsizliyi, alternativ marşrutlar və investisiya imkanları bu əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir. Bir sıra dövlət başçılarının Azərbaycana baş tutan mütəmadi səfərləri təsadüfi deyil və Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycan daim diplomatik etiket qaydalarına önəm verir və dövlətlərarası münasibətlər sistemində səmimi münasibətlərin tərəfdarı olur və bunu praktiki olaraq sübut edib. Latviya, Litva və Ukraynadan sonra Çexiyanın baş nazirinin Azərbaycana səfəri hesab edirəm ki, bu kontekstdə dəyərləndirilməlidir. İstər Azərbaycanın vasitəçilik missiyasını uğurla davam etdirməsi, istər iqtisadi potensialı, istərsə də etibarlı tərəfdaş imici təbii ki, Azərbaycanın diqqət mərkəzinə çevrilir. Beləliklə, Qəbələdə səsləndirilən mesajlar Azərbaycanın beynəlxalq sistemdə artan çəkisinin növbəti təsdiqidir. Artan yüksək səviyyəli səfərlər və konkret əməkdaşlıq təşəbbüsləri Bakının artıq regionun əsas tərəfdaşlarından birinə çevrildiyini göstərir. Bu isə təkcə diplomatik aktivlik deyil, real iqtisadi maraqlara söykənən və getdikcə dərinləşən əməkdaşlıq modelidir.